Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində ikinci yaşayış kompleksinin açılışında iştirak edib və bura köçən sakinlərlə görüşüblər. Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü 1 otaqlı, 464-ü 2 otaqlı, 536-sı 3 otaqlı, 154-ü 4 otaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda bura 104 ailənin köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə köçürüləcək. Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində geniş miqyaslı abadlıq quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib. İdman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb. Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar. Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununla yanaşı sosial infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir. Məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə köçən sakinlərlə görüşdülər. Mən sizi ürəkdən salamlayıram. Bugün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra Ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər köçkün həyatını yaşamış insanlar üçün bugün Ağdam şəhərində və bütün başqa işğaldan azad edilmiş ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq böyük qayıdış proqramının əyani təzahürlərini hər kəs görə bilir. İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni ki, şəhər tamamilə
Ermənistan dövləti tərəfindən dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti idi. Bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birinci, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir. Müxtəlif yerlərdə satılmışdır Ermənistan ərazisində. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq ki, artıq burada yaşayış mümkün olmasın. Azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, şəhər kəndləri bərpa edək və Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır. Əminəm ki, bütün xalqımız o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək. Halbuki Ermənistan, Azərbaycan münaqişəsi ilə məşğul olan hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi. Onlar Ermənistan dövləti ilə işğalçı, talançı dövlətlə həmrəy idilər. Xüsusilə ATƏT-in Minsk qrupunun yaratmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi və məsələni həll etmə əvəzinə, əksinə bu qrupun və onun həmsədrlərinin məqsədi bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam. Onlarla çoxsaylı görüşlər keçirmişəm və hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək yox, işğala son qoymaq yox, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdən Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfində isə Azərbaycan idi. Bax, bu 17 il ərzində sayısız hesabsız keçirdiyim görüşlərin nəticəsi budur. Və hesab edirdilər ki, buna nail olacaqlar. Hesab edirdilər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən dəfələrlə demişdim, işğal dövründə ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq. Nəyin bahasına olursa olsun, öz doğma torpaqlarını qaytaracaq. Bunu prezident kimi fəaliyyətə başlayandan ilk dəqiqələrdə bildirmişəm. Birinci and içmə mərasimindəki çıxışımda və ondan sonraki dövrdə. Və bu illər ərzində biz bir məqsəd ətrafında birləşmişdik ki, bir nöqtəyə vuraraq xalqımız bu müqəddəs missiyanı yerinə yetirsin. Və 5 il bundan əvvəl
şanlı 2-ci Qarabağ müharibəsi və onun nəticələri haqq ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli layiqiyyətimizi bərpa etdi. Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib, Ermənistan dövləti bir qarış, 1 santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərindəki bütün Ermənistana rəhbərlik edən şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildi. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin və cəmi 44 gün ərzində Ermənistanı böyür üstə qoyduq. Bu günlər, bugün açdığım Xankəndidəki Zəfər tağının pilləkanlarında da əks olunub. Oraya da əminəm ki, siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bugün ölkəmizdə 2-ci Zəfər tağı açılmışdır Bakıdan sonra Xankəndidə və orada pilləkanların üzərində şanlı zəfər yürüyüşümüzün hər günü təsbit edilib. Və hər gün biz irəliyə gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təhribat törətməyə çalışırdı və hətta törədirdi. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı zəfər yürüyüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək, bizə qarşı olan qüvvələrin məqsədi buydu. Təbii ki, 5 il keçəndən sonra və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər. Biz onları məcbur etdik. O cümlədən bizim qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəz qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu və vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda Qarabağ Ermənistandır və nöqtə deyənlər Qarabağ Azərbaycandır deməyə məcbur oldular. Yəni, öz xoşu ilə yox, məcbur edən də biz olduq. Xalqımız, dövlətimiz. Yəni, bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni, bu bizim şanlı zəfərimizdir və eyni zamanda bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq. Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bugün bizim güclü iradəmiz
siyasi addımlarımız, silahlı qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur və döyüş meydanında qazandığımız qələbəni 5 il bundan əvvəl, biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik və ondan sonra keçən 2 il ərzində bütün beynəlxalq təşkilatlarda bunu təsdiqlədik. Və Mənfur Minsk qrupunun da tarixin arxivinə göndərilməsi də məhz bizim təkidimizlə olmuşdur. Bu ayın əvvəlində rəsmən Minsk qrupu və ona bağlı olan bütün təsisatlar ləğv edildi. Bu da bizim tələbimiz idi və Ermənistan tərəfi demək olar ki, 5 il ərzində buna müqavimət göstərirdi. Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz. Bugün yeni reallıqlar dünyanın aparıcı ölkəsinin prezidentinin iştirakı ilə avqust ayında təsdiqləndi, möhürləndi. Bizim qələbəmizin çox böyük və güclü möhürü də vuruldu. Onunla da separatçılığın, bizə qarşı olan ərazi iddialarının, anti-Azərbaycan qüvvələrin bizə qarşı olan açıq soyuq savaşının artıq sonu gəldi. Separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır. Bizim xalqımız böyük fəlakətlə üz-üzə qalmışdı. Bilmirəm, dünyada buna oxşar ədalətsizliklə üzləşən xalqlar var, yoxsa yox, bəlkə də var. Amma son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. Belə hallar dünyada var. Biz nə birinci idik, nə də sonuncu, amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir və bunu biz görürük. İndi yaxın tariximiz bunu göstərir. Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də bu qərarların icrası üçün bir addım belə atmayıblar. Burada bu təşkilatların, böyük dövlətlərin riyakarlığı, necə deyərlər, özünü bariz şəkildə göstərir. Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi. Bizim yanımızda olan tək ölkə Türkiyə idi və buna görə biz Türk qardaşlarımıza minnətdarıq. Həm işğal dövründə, həm müharibə dövründə bizə daim siyasi və mənəvi dəstək vermişdir. Müsəlman ölkələri, onlar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim təkliflərimizə həmişə müsbət reaksiya verərək lazım olan qərar və qətnamələri qəbul etmişlər. Ancaq bütövlükdə götürəndə bizim müharibəmiz və işğal tariximiz bütün başqa buna oxşar hadisələrdən fərqlənir. Çünki yenə də deyirəm, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmadı. Bugün dünyada müxtəlif yerlərdə müharibələr gedir, toqquşmalar
münaqişələr baş alıb gedir. Dərhal ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr nə edirlər? Sanksiyalar tətbiq edirlər. Və sanksiyaların da əlbəttə ki, böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq olunsaydı, əlbəttə ki, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilməli, əksinə onlara bəziləri pulsuz silahlar verirdi. Özü də 1 milyon dollarlıq yox, milyardlarla dollar dəyərində. Və bizim həm 2-ci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri hardasa 5-6 milyard dollardır. Bunların bəzi dağılmış nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. O cümlədən İskəndər M ballistik raket. Hansı ki, Ermənistanda ümumiyyətcə olmamalı idi. Çünki İskəndər M raketi ixraca qadağandır. İxraca açıq olan, əgər belə demək mümkündürsə, İskəndər E, yəni eksport növüdür. İskəndər M raketi necə Şuşaya zərbə indirdi, bu elə böyük sualdır. Yəni, pulsuz silah, maliyyə yardımı hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, hansılar ki, bugün Bakıda məhkəmə qarşısında cavab verirlər, oraya vizalar alırdı. Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərlər? Axı, digər separatist ərazilər var. Onlara Amerikaya yaxud da ki, Fransaya kimsə viza verə bilər. Baxın, bugün nə qədər separatist inzibati ərazi var. Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni, bax, dediyim sözün bir təsdiqi də budur. Onlar telemarafonlar keçirirdi, 100 milyonlarla dollar pul yığırdı. Onlara gizli mənbələrdən də pul ötürülürdü. Bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun və bu şəhər və kəndləri daim nəzarət altında saxlasın. Bax, biz görün kimlərlə kəllə-kəlləyə getmişik. Biz 2-ci Qarabağ müharibəsində gör, Ermənistana olan hansı dəstəyin fonunda qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm çatdırılmalıdır düzgün, həm bizim təhsil müəssisələrimizdə dəqiq təqdim edilməlidir. İctimai məkanda, yəni bu unudulmamalıdır. Və biz də heç vaxt unutmamalıyıq. Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir. Və sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin, mətninin müəllifi də bizik və ora salınan bütün maddələrindən müəllifi də bizik. Ancaq biz işğalı necə unuda bilərik? Şəhidlərimizi necə unuda bilərik? Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik? Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt
şirin sözlərə uymamalıyıq. Bunu mən bir də deyirəm, mən bunu birinci dəfə deyir ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Və əbədi sülhə nail olmaq üçün hər zaman bizim potensial düşmənlərimizdən güclü olmalıyıq bir neçə dəfə. Və bunu təmin edirik və edəcəyik. Bugün Ağdam rayonunda artıq həyat bərpa edilir. 3 kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadə verilməsi mərasimlərində iştirak eləmişəm. Kəngərli, Sarcalı, Xıdırlı, orada indi bir neçə min insan yaşayır və bu köç prosesi davam edir. Bugün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsində 1268 mənzildə Ağdamlılar yerləşir. Daha 2 məhəllədə inşaat işləri gedir. Təkcə bu məhəllədə 60 çox mərtəbəli bina var. Bütün şərait yaradılıb, infrastruktur qurulub və burada rahat yaşamaq üçün bütün imkanlar var. Və təbii ki, Ağdam şəhərinin tam istədiyimiz kimi qurulması zaman tələb edir. Onu da hər kəs yaxşı bilir ki, təkcə Ağdamda deyil, bütün başqa azad edilmiş ərazilərdə geniş miqyaslı quruculuq işləri gedir, böyük qayıdış proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilmişdir. Ağdam sənaye məhəlləsində mən dünən olmuşam, yeni müəssisələrlə tanış olmuşam. 30-dan çox artıq rezident qeydə alınıb. Onların bəziləri fəaliyyətə başlayıb, bəziləri isə yaxın gələcəkdə fəaliyyətə başlayacaq. Ağdam ölkəmizin böyük sənaye şəhəri olacaq. Bakı, Sumqayıt, Gəncədən sonra yəqin ki, 4-cü sənaye mərkəzi olacaq. Burada nəqliyyatla bağlı məsələlər həll olunur. Birinci layihə Bərdə-Ağdam avtomobil yolu olmuşdur. Bərdə-Ağdam dəmir yolu olmuşdur. Dəmir yol vağzalı istismara verilmişdir. Hal-hazırda Ağdam Xankəndi dəmir yolunun inşası ilə biz məşğuluq və vaxtı ilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş, Allah ölənlərə rəhmət eləsin, bu dəmir yolunda biz yenidən qururuq. Ağdam Cümə Məscidi birinci bərpa olunan tarixi dini abidəmizdir. Qiyaslı Məscidi, hansı ki tamamilə dağıdılmışdır və orada da Ağdam Cümə Məscidi kimi Ermənistan dövləti bütün müsəlmanları təhqir etmək üçün heyvan saxlayırdı. O da açıldı. Su varma işləri öz həlini tapır. Xaçınçay su anbarı yenidən quruldu. Digər həm Ağdam üçün, həm də bütün ölkəmiz üçün vacib olan mədəni abidə imarət kompleksidir. O da tamamilə bərpa edildi. Natavanın ermənilər tərəfindən dağıdılmış heykəlinin eynisi qoyuldu. Məktəb istifadə verilmişdir. Çox gözəl, böyük məktəb. Muğam mərkəzi, 2 mehmanxana, yəni o qədər işlər görülüb ki, bəlkə də hansıları da mən unutmuşam. Amma yəni hər şey göz qabağındadır. Bütün bunlar da cəmi 5 il ərzində. Yəni o biz nəyi göstərir?
təkcə söhbət ondan getmir ki, biz proqram qəbul eləmişik və təbii ki, nəzarət var və mən də dəfələrlə azad edilmiş ərazilərə gedərkən özüm şəxsən nəzarət edirəm. Söhbət ondan gedir ki, bütün xalqımız böyük həvəslə bu işləri görür. Əgər bax, bu faktor olmasaydı, bu qısa müddət ərzində bu qədər işi biz görə bilməzdik. Məsəl üçün, dünən Xankəndidə Qarabağ Universitetinin yeni korpusunun açılışındaydım. Tamamilə sıfırdan tikilmiş yeni gözəl binadır. Və maraqlanıram ki, burada tədris prosesi necə gedir, tələbələr, müəllimlərin bəziləri xaricdən gəlir dərs verməyə, bəziləri Azərbaycanın müxtəlif yerlərindən və maraqlanıram ki, bəs motivasiya nədir, onları nə cəlb edir? Mənə deyirlər ki, Qarabağ cəlb edir. Bir daha sizi təbrik edirəm. Can sağlığı. Cənab Prezident, bugün Ağdam cəmaəti üçün iki qat bayramdır. Həm sizin doğum gününüzdür, həm Ağdam şəhərinin açılışı günüdür. Sizin bu prezidentlik dövrünüzdə nə söz vermişdiniz, onu hamısını vaxtında yerinə yetirdiniz və bizi 30 illik Ağdam həsrətindən qutardınız. Allah sizə uzun ömür, can sağlığı versin. Mən bir ziyalı kimi, bir şəhid atası kimi, Qarabağ veteranı kimi, öz adımdan və bütün Ağdamlılar adından sizə uzun ömür, can sağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm. Sağ olun. Allah sizə ömür versin. Salam, əziz prezident, xoş gəldiniz, Mehriban xanım. Siz həmişə xalqın arasında görmək bizim üçün böyük fəxridir. Bizi çox sevindirir, qürur verir. Ağdamlılar adından sizi təbrik edir. Uzun ömür, can sağlığı arzulayırıq. Bizə qürur verir ki, siz həmişə xalqın arasındasınız. Çox sağ olun, var olun. Sizə təşəkkür edirik Ağdamlılar adından. Milli qəhrəmanımız Allahverdi Baron, həyat yoldaşı. Təşəkkür edirəm, sağ olun. Təşəkkür edirəm. Mən təqdimat edeyim, Rumani şair, Ağdamdan din xadimi Hacı Fərman Azancı. Cənab Prezident, əvvəla sizlərin üzərinə Allahın salamı, rəhməti və bərəkəti olsun ki, bu günləri o qədər bizim ürəyimiz açılıb ki, biz Quzanlıdan bu günləri bura gələndə and olsun Allaha elə bilirdik ki, Kəbəni ziyarət eləməyə gəldik. Kəbəmiz də Ağdam bizim, qibləgahımız da Ağdam bizim. Bu günləri, bütün bunları bizə bəxş eləyən sizin müzəffər ordunuz, qalib, necə deyərlər, ordu, şəhidlərimiz, döyüşən oğlanlarımızdır. Allah xudavəndə aləm sizlərdən razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mən nəyi demək istəyirəm? Bayaqları məscidin adını çəkdiniz, Ağdam məscidi. Mənim yadıma nə düşdü? Ermənilər, mənfur ermənilər orada donu saxlayırdılar. Orada siz gəldiniz, oranı bərpa elədiniz. Bu günləri həmən məsciddən azan səsləri ucalır. İnsanları doğruluğa, dürüstlüyə, Allaha doğru dəvət edir, ibadətə, itaətə dəvət edir. Siz orada o məscidin qabağınızda durdunuz və dediniz ki, Qarabağ Azərbaycandır. Bu elə-belə məsələ deyil. Ondan əlavə bu günləri Ağdam dirçəlir, sıfırdan baş, 5 il müddətinə o qədər işlər görülüb ki, təsəvvür eləyin bu boyda binalar, məktəblər, Ağdamın simvolları olubdur. Biz Ağdamlıların ürəyində nisgil idi, yaşamışıq bunu. Təsəvvür eləyin, imarət kompleksi, çay evi bu günləri göstəriş vermişsiniz, ora bərpa olunur. Çay evi Ağdamın simvollarından, çörək muzeyi, ondan sonra məscidimiz, mədəniyyət inşallah durur orada, inşallah o da olacaqdır. Yəni, bütün bunların həyata geçməyi, bir nömrəli məktəbimiz bizim, mən Ağdamın özündənəm, biz burada
uşaqlığımız hamısı bu yerlərdə keçibdir. Bu günləri bizə bunu qaytarmaq, bizə bunu vermək, bu elə-belə məsələ deyil. Yəni, biz sizə 210 minlik Ağdamlılar adından ürəkdən təşəkkür edirik. Allah sizdən razı olsun. Allah sizdən razı olsun. Biz buraya yığılmışıq. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah kömək olsun. Allah sizə də can sağlığı versin. Ad gününüzü təbrik edirəm. Yoldaş prezidentimiz, başınıza dönüm sizin. O qədər ürəkdən. Belə nətər deyim, Allah sizə can sağlığı versin. Bu torpağın üstə bugün burada durmuşuqsa, bugün nə bu yaşında, 83 yaşında. O vaxtı çəkilişdə onda yəqin yadınızda olar. Onda deyil 79 yaşım var idi də. İndi 83 yaşın içində bu günü Allah Teala məni sizlə birlikdə, bütün xalqımla birlikdə, adamlarla birlikdə mənə nəsib eləyirsə, çox şadım, çox şükür. O haçar bir tək evin haçarı deyil. O torpağımızın açarıdır, qızıl açardır. Çox şadım. Allah sizi var eləsin. Canınız sağ olsun. O vaxt o arzuladım ki, Allah Teala, mən sizdən möhlət istəyirəm, ömrü istəmirəm. Gedim bax onlara təşəkkürümü bildirim Mehriban xanıma sizə. Bu torpağımın alınmaq günü münasibəti ilə. Cənab Prezident, 24 dekabr bugün sizin ad gününüzdür. Öz ad gününüzü bugünə salmışsınız. Biz sizi ürəkdən təbrik edirik. Gözəl bir alqış inşallah gəlsin. Hətta bundan gözəl bir gün Allah razı olsun sizlərdən. Bəli. Sağ olun. Çox hörmətli prezidentimiz, Ali Başkomandanımız İlham Əliyev, çox hörmətli Azərbaycanın birinci xanımı, vitse-prezidentimiz Mehriban xanım, çox xoş gəlmişsiniz. Gələn qədəmləriniz mübarək olsun, sağlam olasınız, gümrah olasınız. Ağdam torpağına 32 ildir həsrət edik. Hər dəfə sizinlə görüşdə deydim, Marif, arxain ol. Mən sizi o torpaqları işğaldan azad edib sizi ora aparacağım. Həqiqətən də elə hiylə də oldu. Şəxsən mənim və bütün Ağdamlıların o qədər yüksək səviyyədə bugün sevinci var ki, bilmir ki, nədən başlasın, nədən qutarsın. Yəni, bugün əsasən sizin doğum gününüzdür. Mən hər ikinizi, sizin evlatlarınızı təbrik edirəm. Sizə 24 dekabrda doğulduğunuz gün münasibəti ilə sağlam günlər arzulayıram, uğurlar arzulayıram. Sənə can sağlığı arzu edirəm. Allah səni qorusun. Bir də bir şeyi demək istəyirəm ki, Cənab Prezident, uzun illərin təcrübəsində görmüşəm ki, ilahi qüvvənin yaratdığı bəndə hansı ki, xeyirxah işlərlə məşğul olur, hansı ki, körpüsü olmayan yollara körpü salır, yolu olmayan yerlərə yol çəkir, işığı olmayan şəhərə işıq salır, evi olmayan sahip adamlara hamısına ev tikir, yardım edir, kömək edir, su çəkir. Bunların hamısı hər ikinizdə var. Həm Azərbaycanın birinci xanımı Mehriban xanımda, həm də Prezident İlham Əliyevdə var. Ona görə ki, siz Ulu Öndərimiz Heydər Əliyevin evladısınız və onun tapşırığı ilə, onun varisliyi ilə siz Azərbaycanı həmişə qoruyursunuz. Biz bunu sevinirik, şad oluruq. Ulu Öndərin vəsiyyətlərinin hamısını mən diqqətlə izləyirəm, onun hamısını əməl edirsiniz. O deyirdi ki, sizə tapşırırdı ki, siz Azərbaycanın işğal olunmuş 20% torpağını bərpa eləməlisiniz. Sərhədləri düzgün qoymalısınız. İşğal olunmuş kəndləri, işğal olunmuş şəhərləri, işğal olunmuş yerlərin hamısını işğaldan azad etməklə yanaşı yeni kənd, yeni şəhər, yeni qəsəbə salmalısınız. Bunların hamısını eləyirsiniz. Cənab Prezident, Allah sizi qorusun. Mən bir ağsaqqal kimi 81 yaşım var. Mən bunu deyirəm, ilahi qüvvə var.
Size heç bir qüvvənin gücü çatmaz. Ona göre ki bu deyilen işlerin hamısını siz İlham Əliyev, Heydaroğlu, onların hamısını ürəkdən yatmadan, dincəlmədən, əziyyət çəkə-çəkə hansı yerdə, hansı rayonda təməl qoyursunuzsa onun icrası ilə, onun açılışında iştirak edirsiniz. Buna vaxt lazımdır, buna sağlamlıq lazımdır. Allah size sağlamlıq versin. Eləcə də Mehriban xanıma Allah sağlamlıq versin, Allah sizi qorusun. Siz Azərbaycanın 20% torpağını işğaldan azad elədiniz. 32 ildir Ağdam üzünə həsrət edik biz. Şəxsən mən hər dəfə sizinlə görüşəndə, hər dəfə görüşdə deyirdin ki, tələsmə, mərhələ onu gətirib çatdıracağım. Mehriban xanım deyirdi o sözü. Doğrudan da şükürlər olsun bugünkü günə ki, siz onu həyata keçirə bildiniz. Elə qüvvələrlə rastlaşırdınız, qabaqlaşırdınız ki, mən Əğusda durub o televizorun qabağında saatlarla onu gözləyirdim ki, görüm nə cavab alınacaq. Ona elə cavab verirdiniz, mat olur. Ona elə cavab verirdiniz ki, o sizin sözünüzdən dönə bilmirdi sizə, baş əyirdi. Bütün dövlətlər, bunların hamısı Azərbaycanın milli qurucusu Heydər Əliyevin təcrübəsi idi. Onun vəsiyyəti idi. O, Azərbaycanın yüksək səviyyədə memarı idi. Hər dəfə onunla görüş keçirəndə mən dünyanı elə bilirdim, dünya bizimdir. Elə bilirdim ki, həyat bizimdir. O hakimiyyətə gəlməsəydi Azərbaycan yoxudur. O hakimiyyətə gələndən sonra biz dirçəldik. Biz ondan sonra müəyyən yerlərdə tanındıq. Həm də deyirdilər ki, dünyanın hər yanında deyirdilər ki, Heydər Əliyevin Azərbaycanı. O tanıtmışdır. İndi də sizin mərdliyiniz, qoçaqlığınız, sizin güclü rəhbərliyiniz hesabına, o şəhidlərimizin gücü ilə, qazilərimizin gücü ilə, müharibə veteranlarımızın səyi ilə biz həmin o işğal olunmuş torpaqları sizin rəhbərliyinizlə hamısını əldə etdik. İndi gözəl şəhər salırsınız. Sizə uzun ömür arzulayıram, sağlamlıq arzulayıram. Arzu eləyirəm ki, heç bir pis qüvvələr sizə toxuna bilməsin. Biz onu, həmişə biz onu deyil. Bütün Ağdamlar sizi sevir. Bütün Ağdam cəmaatının o balacasından tutmuş böyüyünə kimi sizi dəstəkləyir. Hər dəfə söhbət düşəndə deyir, Allah İlham Əliyevə dəyməsin. Allah Mehriban xanıma dəyməsin. O Azərbaycanın birinci xanımıdır. O Azərbaycanın vitse-prezidentidir. O gözəl, yaxşı kömək edir İlham Əliyevə. Mən arzu edirəm ki, Ağdamlar arzu edir ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz, özü də yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbəri olsun. Onunla fəxr edirik biz. Sizinlə fəxr edirik biz. Sizi sevirik, sizi dəstəkləyirik. Bütün Ağdamların adından deyirəm, bütün öz komandamızın adından deyirəm. Qarabağ atlarını mən ermənilərdən çox cəsarətlə aldım. O zaman aldım ki, 92-ci ilin fevral ayının 26-sı idi. 366-cı halayın gücü ilə Xocalıya hücum elədilər. Hücum eləyəndə Xocalını çox pis günə saldılar. Orada mənim 15 nəfər yaxın qohumum şəhid oldu. 5 nəfər yaxın qohumum əsir düşdü. Bu ərəfədə onlar Qarabağ atını da özəlləşdirmək istəyirdilər, özününkiləşdirmək istəyirdilər. Onu əldə eləyə bilmədilər. Biz mərdliyi ilə, qoçaqlıqla o atları gətirdik. İndiki bu Quzanlı kəndinin üç oğlanda tövq verması vardı. Yığdıq orada saxladıq. Sonra da onu götürdüm, öz gücümlə apardım Bakıya çıxardım. Sonra 2014-cü ildə siz Ağdamda görüşdə köçkün şəhərciklərinin açılışında iştirak edəndə sizə çatdırdıq ki,
Bəs Qarabağ atının vəziyyəti yaxşı deyil. Çox sağ olun, minnətdarım. Ağdamın milli simvoluydu. Ağdam üçün böyük bir hörmət elədiniz. Qarabağ atının, Mehriban xanım ona kitab yazdırdı xarici dildə. Bütün dünyanın hər yanına yaydı. Siz ona böyük kompleks dikdirdiniz. Bir Quzanlı kimi bir şəhər salmışsınız orada. Quzanlı qəsəbəsi kimi böyük bir şəhər salmışsınız. Ağdam cemaatı sizə ömrü boyu minnətdardır ki, Qarabağ atını Ulu Öndərimiz Heydər Əliyevin tapşırığı ilə regionların iqtisadi inkişaf dövlət proqramına İlham Əliyev saldı. Şimdi orada sizin hesabınıza, bax o xanımın hesabına Qarabağ atı inkişafdadır, özü yüksək səviyyədə. Bizim məscidimizi, Ağdam məscidini, o qoşa minarəni, Cuma məscidini ermənilər məhv eləmişdi. Mən çox xırdalamıram. Onu siz yenidən bərpa elədiniz. Bizim Ağdamın ürəyindən keçən işləri elədiniz. Muğam evini yarattınız. Muğam evi bizim Ağdam üçün en lazımlı bir yer. Hem Muğam evi, hem Qarabağ atı, hem de ki o başka işlerin hamısını siz yüksek seviyede gördünüz. Allah sizin köməyinizdə olsun. Siz yaxşı ailənin, gözəl ailənin, Ulu Öndərimiz Heydər Əliyevin düzgün, gözəl, cəsarətli bir oğlusunuz. Onun vəsiyyətlərini bütün adamların adından size öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Biz seni sevirik. Çok sağ olun. Senin bütün uşaqlarını da, balaca Heydar'da sevirik. Senin arxancan hara desen gitmeye hazırım. Ne desen eləməyə hazırım. Siz ki o qatarı gətirib Ağdama çıxartmışsınız. Ağdamda müəyyən şəraitlər yaradırsınız. Geyim planını, o geyim planından benim məlumatım var. Planını. Allah size ömür versin. Allah'tan arz edirəm ki, ilahi qüvvə sənə sağlam ömür versin, yoldaşına sağlam ömür versin, balalara sağlam ömür versin. Açarların təqdim edilmə mərasiminə başlayaq. Dəvət olunur Qurbanova Tamam Həsən qızı. Bağırova Validə Hümbət qızı. Hüseynov Marif Məmmədoğlu. Azərbaycanı yaşatdın. Çok sağ olun. Təkcə Ağdamı yox. Ağdamın əhalisi səni çox istəyir. Sənin arxanda öz nətərlə ürəyin istəyən qədər sənə köməyi var. Öpürəm səni. Öpürəm səni. Bizim de Eyvazxan Bəlidə də Allah gözəl qorusun. bir mərkəz yaradacağıq. Sağ ol, bilirəm, bilirəm. Yani atın əsl vətəni oradır da bilirsin. Oradır. Amma inanın ki, o nəslin korlanmasının qarşısını alan birinci növbədə Ulu Öndərimiz Heydər Əliyev oldu. Ama siz o vaxt çıxartmasaydınız, vaxtları onlar batacaq. Erməni sevinəcəkdi. Dəyəcəkdi Qarabağda bizim belə Qarabağ atlarıdır. Öpürəm sizi. Çox sağ olun müəllim. Sizə uzun ömür arzulayıram. Balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq böyük. Ay Allah! Siz dediniz. Çox xoşbəxt olsunlar. Balalarına xoşbəxt olsun. O cümlələri İki uşağı var. Allah! İki oğlu. Siz baxiyeli olmalısınız. Siz yerdə şəxsiyyətsiniz.
Siz Azerbaycan'ı bütün dünyada tanıdırsınız. Siz o Polat yumruğunuzla siz elə cəsarətli, elə komandanlıq edirdiniz ki, siz həyatda heç vaxt udulmazsınız. Siz xeyirxah adamsınız. Bax, o da sizlə. Yaradırsınız, xalqı yaşadırsınız, xalqa çörək verirsiniz. Bunlar hamısı sizin qanınızda var. Sizdə varsa o xalqda Zeynalov Novruz Xankişioğlu. Xudiyev Nizami Mustafaoğlu. Hüseynova Əfruz Naib qızı. Məmmədova Emeliya Ələddin qızı. Allahverdiyev Ayaz Tahiroğlu. Əliyev Ucal Habiloğlu. Quliyeva Aybəniz Sabir qızı. Məmmədova Solman Osman qızı. Quliyev Rabil Əhədoğlu. Atakişiyeva Afak Əmir qızı. Məmmədov Fərman Əhmədoğlu. Şirinova Mənsumə Nazim qızı. Umudov Hüseyn Bəbiroğlu. İsmailov İsmail Ələskəroğlu. Kərimov Vüsal Aqiloğlu. Məmmədov Üzeyir Tahiroğlu. Və Məmmədov Mahir Nizamioğlu.
ad gününüzü təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Allah Teala sizi devletimizin, milletimizin üzerinden eksik etmesin. Eksik olmayasınız. Siz bu günleri bize 30 illik həsrətin sevincini yaşattınız. Doğma vətənimizə qayıtdığımız üçün sizə minnətdarlığımı bildirirəm. Allah sizi korusun. Çox sağ olun. Biz anaların xeyir duası həmişə sizin üstünüzdə olsun. Cənab Prezident, sizin bu günləri doğum günü münasibətilə burada cəmaatla görüşməyiniz elə bilginən ki, Ağdamın bir çətdini cəmaatı ürəyini genişləndirdi.